Salam mənim balalarım. Sizə bir nağıl danışacağam. Biri var idi, biri yox idi. Qədim zamanların birində bir babayla bir nənə yaşayırdı. Onların balaca, səliqəli evləri, arxasında isə böyük bir bağlar var idi. Hər bahar baba bağa toxum səpər, nənə isə su verib qulluq edərdi. Bir gün baba torpağı bellə yumşaltdı, turp toxumu səpdi və dua edib dedi: "Böyü, böyü turpum, şəkər ol, möhkəm ol." Günlər keçdi, aylar ötdü. Babanın turpu böyüdü. Elə böyük oldu ki, baba onu çıxarmağa gəldi. Dartdı, amma turp çıxmadı. Baba nənəni köməyə çağırdı. Nənə babanı, baba turpu tutub dartdılar, yenə çıxmadı. Nənə nəvəni çağırdı. Nəvə nənəni, nənə babanı, baba turpu dartdılar, çıxmadı. Nəvə toplanı çağırdı. Toplan nəvəni, nəvə nənəni, nənə babanı, baba turpu dartdılar, yenə də çıxmadı. Toplan məstanı çağırdı. Məstan toplanı, toplan nəvəni, nəvə nənəni, nənə babanı, baba turpu dartdılar, yenə alınmadı. Məstan siçanı çağırdı. Siçan məstanı, məstan toplanı, toplan nəvəni, nəvə nənəni, nənə babanı, baba isə turpu tutub hamısı birlikdə dartdılar və turpu çıxartdılar. Beləcə birlik və əmək sayəsində böyük turp yerindən qopdu. Hamı sevindi, xoşbəxt yaşadı. Beləcə bizim nağılımız da burada sona yetdi. Yeni nağıllarda yenə görüşərik. Kanala abunə olmağı, videonu bəyənməyi və dostlarınızla bölüşməyi unutmayın. Növbəti nağılda görüşənədək.